Herkese salam, kanalıma xoş gəlmisiniz. Bu dəfə uşaqdan böyüyə hər kəsin könlünü fəth edən, çayın yanında çox ləzzətli, ağızda əriyən, bol şokoladlı peçeni resepti bölüşürəm. Videomu sonacan izləməyi, kanalıma abunə değilsinizsə abunə olmağı və videolarımı bəyənməyi unutmayın. Əvvəlcə 250 qram yağı qaba əlavə edirəm və əriməyə qoyuram. Yağ ərdikdən sonra 3-4 dəqiqə ərzində yağı qaynamağa qoyuruq. Yağ qızılı rəng aldıqdan sonra altını söndürürəm və otaq temperaturuna düşməyini gözləyirəm. Otaq temperaturuna düşəndən sonra dərin qaba əlavə edirəm və üzərinə şəkər tozunu, yumurtanı əlavə edib qarışdırıram. Qarışdırdıqdan sonra üzərinə bir paket şəkərli vanil əlavə edirəm və 3 stəkan un götürmüşdüm. Unu əlavə edirəm. Öncədən ələmişəm və hamısını əlavə etmirəm. Biraz saxlayıram ki, birdən xəmirimiz bərk olmasın. Və 1 xörək qaşığı nişasta əlavə edirəm. 1 çay qaşığı qabartma tozu istifadə edirəm. Taxta qaşıqla yaxşı qarışdırıram. Əllə yoğurmağa ehtiyac yoxdur. Çünki bu məqamda xəmir əlinizə yapışa bilər. Bir qədər qarışdırırıq. Xəmirin biraz yapışqan ola bilər. Amma bu getdikcə özünü tutacaq. Xəmir bərkiyəcək. Çünki içərisindəki olan yağ getdikcə biraz donur. Xəmiri elə bir kənara qoyuram və içərisinə qatmaq üçün südlü şokoladlı doğrayıram. İstəsəniz tünd şokolad da istifadə edə bilərsiniz. Zövqünüzdən asılıdır. Şokoladı az və ya çox qata bilərsiniz. Əgər yoxdursa heç qatmaya bilərsiniz. Mən biraz damla şokolad və biraz da südlü şokolad istifadə etdim. Xəmiri əlavə etdikdən sonra əlimlə yoğururam bu dəfə, çünki artıq xəmir özünü tutub və qaşıqdan istifadə etmək olmur. Belə əllə daha rahatdır. Təxminən mandalin böyüklüyündə kündələr hazırlayıb yağlı kağız sərdiyim soba listinə yığıram. Çalışın kündələrə qoyarkən biraz aralı qoyun. Mən çox yaxın qoyduğuma görə bişərkən bir-birinə yapışdı istər-istəməz. 180 dərəcəli sobada alt üst rejimdə bişməyə qoyuruq. Təxminən 10-15 dəqiqə ərzində hazır olur. Çox gözəl ətirli peçenyelər alınır. Sobadan çıxarkən biraz yumşaq ola bilər, lakin qaldıqca özünü tutub bərkiyəcək. Ona görə də narahat olmayın və çox bişirib qurutmayın. Bu cür ləzzətli kövrək peçenyelər alınsın. Videomu sonradan izlədiyinizə görə təşəkkür edirəm. Hazırlayıb mənimlə nəticələri bölüşməyi unutmayın.